Baxın, qalxanvari vəz balaca bir orqandır. Amma orqanizmdə çox mürəkkəb anatomik quruluşa malik olan bir bölgədə yerləşir. Məhz ona görə də bu vəzin, bu orqanın əməliyyatı zamanı fəsad çeşidi daha çoxdur. Məsələn, ürək əməliyyatında, mədə-bağırsaq xəstəliklərin əməliyyatlarında heç bu qədər say olaraq, çeşid olaraq fəsad yoxdur, nəinki bu qalxanvari vəzdə var. Baxın, qalxanvari vəz əməliyyatında ölüm ola bilər. Hamısını sadalaya bilərik nəyə görə. Qanama ola bilər. Səs telinin zədələnməyi ola bilər. Hər iki tərəfdən zədələnsə tənəffüs problemi, kəskin tənəffüs çatılmazlığı ola bilər. Nəfəs borusunun zədələnməsi ola bilər. Qida borusunun zədələnməsi ola bilər. Magistral damarların, beyinə gedən, beyindən gələn damarların zədələnməsi ola bilər. Mərkəzi sinir sisteminin zədələnməsi ola bilər. Baxın, balaca bir orqanın ətrafında qalxanvari ətraf vəzin zədələnməsi ola bilər. Plevranın zədələnməsi ola bilər. Döş sümüyü arxasına enən urlarda mərkəzi damarlardan, ürəkdən çıxan ana damarların zədələnməsi ola bilər. Baxın, görün nə qədər geniş. Ona görə də bu orqan üzərində əməliyyatı hər kəs icra etməməlidir. Yəni, bu sahədə yalnız mütəxəssisli cərrah icra etməlidir. Düzdür, endokrin cərrah deyə bir ixtisas yoxdur. Tək Azərbaycanda yoxdur, dünyada yoxdur. Hamı ümumi cərrahdır, mən də ümumi cərraham. Amma sırf endokrin cərrahı ilə məşğul olan şöbələr var ki, orada bu əməliyyatlar daha çox olur. Ən ağır əməliyyatlar burada icra olunur. Deyir, atalarımızın sözü var, deyir, kör kimdir, nabələt. Nə qədər çox patologiya, nə qədər çox formada əməliyyat görürsənsə, bir o qədər çox püxtələşirsən, mütəxəssislər olursan. Və təbii ki, o fəsadsız, hamı bəzən bizim insanlarda belə bir şey var. Bizim həkimlərə inanmız yoxdur, getdik Türkiyədə, Avropada, Amerikada əməliyyat olduq, gəldik. O qədər Amerikada, Türkiyədə, Avropada əməliyyat olub, rəhmətə gedib, meydə Azərbaycana gələn xəstələr var. Yoxdur, hamımız bilirik. Bu o demək deyil ki, o ölkələrdə fəsadsız cərrah, elə deyil. Fəsadsız cərrah dünyada yoxdur. Fəsadı az olan cərrah var. Ki, bu da həmin o qeyd etdiyim kimi bu sahədə ixtisaslı cərrahlardır. Təbii ki, fəsadı sıfıra yaxınlaşdırmaqdan ötürü bugün şükür Allah, elm texnika inkişaf edib, bir sıra tibbi texnikalar var. Həm cərrahın işini rahatlaşdırıb, həm eyni zamanda əməliyyat müddətini qısaldıb, fəsad riskini azaldıb. Fəsad verilərsə belə onun aradan qaldırmaq üçün şərait imkanlar yaradır. Bugün şükür Allah, məsələn, 20 il, 30 il, 40 il bundan qabaq ki, cərrahi nailiyyətlərlə bugünkü təbii ki, müqayisə edilə bilməz. O zaman qorxunc bildiyimiz xəstəliklər indi çox rahatlıqla əməliyyat olunur. Təsəvvür edin, zaman olub ki, qalxanvari vəzdən, xüsusilə zəhərli zobdan əməliyyat olan insanların içərisində ölüm riski 95-100% olub. Bax, bu illərimiz də olub, ha. Düzdür, mən görməmişəm. Müəllimlərim də əvvəllər toksiki krizdən hazırlanmamış xəstələr götürüb əməliyyat edilərmiş, krizə düşüb ölürmüş. Bir də doktor, o zaman hər görünən düyünü ilə əməliyyat edirdilər. Yenə də deyirəm, mən hələ işə təzə başlayanda, mən və müəllimlərim 1 santimetrdən bütün böyük düyünlərə əməliyyat edirdi. İndi siz təsəvvür edin, bugün 1 santimetrdən böyük düyünlər əməliyyat olsa, 10 milyon əhalimiz var. Bəli, yetərincə insan əməliyyat. Tutalım ki, yarısını çıxıram uşaqlara, o 5 milyonun ən azından 3-4 milyon insan əməliyyat olmalıdır hər il. Belə şey ola bilər, mümkün deyil. Bəli. Bugün ona görə tibbə yanaşım tamamilə fərqlənib və ona görə dəyişir. Fəsadları ardıcıl olaraq danışa bilərik. Bəli, danışarıq fəsad.